2-3 il əvvəl Azərbaycanda yaşamaq xeyli çətin idisə, indi Azərbaycanda xüsusilə əhalinin əksəriyyətinin normal dolanışığı üçün 3 il bundan əvvəl olduğundan 2 dəfə pis vəziyyət yaranır. Yəni, xalq bir çox hallarda yalnız övladlarının yeməyi barədə düşünmək, onların minimum təhsilinin təmin edilməsi düşünmək məcburiyyətində qalır və bunun üçün də ciddi imkanlar mövcud deyil. Pensiyalarla bağlı Azərbaycan hakimiyyətinin siyasəti tamamilə xalqa zidd olan bir siyasətdir. Belə ki, Azərbaycanda pensiya yaşı, hətta qadınlar üçün 65 yaş hesablanıb. Dünyanın demək olar ki, heç yerində 65 yaşdan qadınların pensiyaya çıxması kimi bir qayda yoxdur. Postsovet məkanında belə bir qayda olan bir dövlət yoxdur. Azərbaycana qonşu olan bir çox postsovet ölkələrində pensiya yaşı 55 yaş, 57 yaş, 60 yaş, 62 yaş həddində götürülür. Ancaq Azərbaycanda bu yaş həddi 65 yaşdan götürülür ki, bunun da heç bir əsası yoxdur. Sonra bu pensiyaların ləğv edilməsi ilə bağlı aparılan siyasət. Yəni, Sosial Təminat Naziri